İnsanın özünün dəyəri olmasa, qarşısındakının heç vaxt dəyərini bilə bilməz. Amma olub ki, 100 dəfə stollar açılıb, onlar tez yaddan çıxıb. Sənə təşəkkür edirəm. O ki, qaldı bir dənə dəyərli bir varlığa toxundun. Ona görə sən fərqlisən. Zaurun verilişində olan verilişə. Qoy səni kimi əsl aparıcılığı olan, əsl jurnalist, insanlığı olan, məni başa düşsə, elə demək istəmirəm. Zaur da bizim dostumuzdur. Mən Zauru illərlə tanıyıram. Bayaq da baxdım efirinə, misal üçün, dostumuz Elçin getdi oradan. Yəni, niyə getdi orada? Elçin Məhərrəmov. Bilirsiniz, həyatda elə şeylər var, onları insanın üzünə demək olmaz. Mən Zauru çox istəyirəm. Bu günləri elə insanlar var ki, onların valideynləri sağ ola-ola onlara baxmadığını ki, onlar onu bastırıblar. Bir adam deyirsə ki, mənim atam ölüb, deməli ölüb də, deməli bu ona yaxşı ata olmayıb, yaxşı baxmayıb, nəsə olub ki, ölüb də, başa düşürsünüz. Amma çıxıb efirdə demək ki, sən yalan danışırsan, sənin atın sağdır, o da məcburiyyətdən çıxır. Bilirsiniz, biz bəzən insanlara bilmədən özümüzü pis təqdim edirik. Pis. Ailə dəyəri olmayan çıxır ailədən danışır. Arvada baxa bilməyən çıxır arvaddan danışır.